kifayət qədər qəliz, kifayət qədər mürəkkəb proseslər gedir. Yəni, ən ümumi, elə lap başlanğıcda ümumi bir fikir deyim sizə ki, yəni, daha çox risk görünür, daha çox təhlükə görünür. Amma bu risk, bu təhlükəyə region dövlətləri içərisində elə hamıdan çox hazır olan Azərbaycandır. Yaranmış vəziyyəti, yəni mümkün deyil. Siyasət həmişə yumşaq getsin, düz xəttli getsin, düz yolda olsun, mümkün deyil. Siyasətin aşağısı da var, yuxarısı da var, enişi var, yoxuşu var. Bu təbliğdir, geosiyasət deyiləcək. Amma yenə deyirəm, Azərbaycan indi bu dəqiqə baş verən bu qəliz hadisələrə, mürəkkəb hadisələrə, proqnozlaşdırılası hədsiz çətin olan proseslərə hamıdan çox hazırdır. Hamıdan çox hazırdır. Və mən elə başa düşürəm, rəsmi Bakı, Azərbaycanın siyasi rəhbərliyi, yaranmış vəziyyəti Azərbaycanın gələcək inkişafı üçün növbəti bir mərhələ çevirə biləcək. Yəni, bugün baş verənlər, o qəlizliklər, o mürəkkəbliklər, o belə deyək də proqnozlaşdırılmayan vəziyyətləri gücümüz var, oradan elə çıxacaq, daha da güclənmiş formada və qabağımıza, qarşımıza növbəti dövrlər üçün daha iri məqsədlər qoya biləcəyik. Ona görə, yəni mən belə bu girişi ona görə verdim ki, faktiki dünyada soyuq müharibə başlayıb. Soyuq müharibəni Putin başlayıb, soyuq müharibənin müəllifi Putindir. Qərbin Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı apardığı siyasətə cavab olaraq Putin bu boyda belə deyək, yəni dünya miqyasında nəhəng bir siyasi maşını işə saldı. Səbəbi çox sadədir. İndi onu mən sizə belə deyək, yəni mümkün qədər çalışacağım, izah eləyim. O cümlədən təbii ki, yəni Azərbaycanın özü üçün də belə deyək də, məsələn, müəyyən məsələlər var, onlara da təzədən toxunacağıq. Əvvəla, Ukrayna hadisələrinin indiki dövründə Qərbdə Rusiyanın lehinə səslənən fikirlərin sayı artır. Qərbin öz içindən, Qərbin liderlərini Rusiya ilə qarşı durmaya getməməyə çağırışların sayı artır. İkincisi, soyuq müharibənin Sovet SSR-də bəli, arxitektorlarından biri idi. O, indi Amerikaya məsləhət bilmir ki, Rusiyanın soyuq müharibə geçsin. Helmut Kohl 17 il Almaniya rəhbərlik elədi. 17 il federal kanslerdə Almaniya rəhbərlik elədi. Helmut Kohl Almaniya Federativ Respublikasına başçılıq elədi. Sonradan məhz onun dövründə Berlin divarı söküldü. Böyle haşiyə çıxım ki, məhz Berlin divarı söküldüyünə görə Almanlar təzədən 2 müddət onu işlətdi. Helmut Kohl'u federal kansler seçdi. Sadəcə də Helmut Kohl xəstələndi, işdən getdi. Yəni, ay demokratiya, ay müddəti başa çatdı, yox. Helmut Kohl, əgər cavan adam olsaydı, müddətsiz işləyəcəkdi. Xəstələndi, vəzifədən getdi. Yəni, Almaniyanın birləşməsi də onun dövründə oldu. Həmin Kohl, Almaniya, Amerikaya məsləhət, liderlərinə məsləhət verir ki, soyuq müharibə elementlərini yaxın buraxmayın. Rusiya ilə qarşı durmaya getməyin. Yəni, bu iki adam hər ikisi, biri soyuq müharibənin arxitektorlarından biri idi, Kissinger, Amerikanın dövlət katibi işləmişdi. Biri də ki, Almaniyanın federal kansleri, yəni o soyuq müharibənin icraçılarından biri idi, məmur idi. Belə deyək, yəni o federal kansleri idi, amma yəni icraçı idi. Bunlar Mogherini, misal üçün, indi təzə gəlib. Eştanın yerinə. Bu AE'nin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi. Eştan nə deyir? Eştan deyir ki, Rusiya Avropanın strateji müttəfiqi ola bilməz. Amma Rusiya strateji dövlətdir. Bizim Almaniya, Avropanın strateji müttəfiqi olub-olmamanın asıl olmalı bu strateji dövlətdir. Bunun hesablaşmalı. Hətta Ukrayna məsləhət bilir ki, qayıd Minsk prosesinə, Donbasa, Luganskiya, belə demək mümkünsə, yəni muxtariyyət ver, status ver. Yəni belə vəziyyətdə Putin çox doğru düzgün hesabladı vəziyyəti. Yəni Qərbin içindən elə adamlar çıxıb, Qərbin Ukraynaya qarşı apardığı siyasətə, deyək ki, misal üçün, əks gedir
Qərb eyni zamanda Rusiyanı sıxır və belə bir dövrdə Putin soyuq müharibəni atdı ortalığa. Ən vacib elementi hərbi elementi. Həmişə Sovet dövründə də soyuq müharibənin ən aparıcı elementi hərbi element olur. SSR qoşunları, SSR-nin strateji aviasiyası, NATO'nun üstündəki, belə deyək də, NATO'nun qıraqlarına yaxınlaşırdı. NATO-nkilər də SSR-in arasına yaxınlaşırdı. Hətta bəzən bir-birinə qarşı mülki təyyarlardan istifadə edirdilər. 87-ci ildə Cənubi Koreyanın Boeing 787-ci təyyarəsinin vurulmasının səbəbi də bax o idi. Demək, onlar NATO güya sərnişin təyyarəsi dedi, SSR-i vurmayacaq, təyyarənin altına casus aparatları yerləşdirmişdilər ki, SSR-in uzaq şərq regionüsündən gəlsin, çəksin. SSR isə baxmadı ki, burada 290-300 nə qədər adam var. Vurdu. Yəni, təyyarəni məhv eləməlidir. Yəni, hərbi elementlər həmişə soyuq müharibədə ən aparıcı element olur. İndi Putin Rusiyanın strateji aviasiyasını göndərir, Amerikanın sərhəd sularını üstündən uçur. Sərhədlərinin yaxınlığından uçur. Niyə görə? Çünki Amerikanı narahat vəziyyətdə saxlamaq istəyir. Hərbi dəniz donanmasını göndərir, Norveç, İsveç, Baltikanı dövlətlərin sularında, lap Avstraliyaya qədər göndərdi. Bir də görsən gündə mətbuat, İsveç yazır ki, mən 3 dəfə görmüşəm Rusiyanın sualtı gəmisi mənim sərhədlərimə yaxınlaşır. Rusiya isə andamanlı deyir, yox, mən beynəlxalq neytral sularda gəzirəm, beynəlxalq neytral ərazilərdə uçur mənim təyyarələrim. 92-ci ildən SSR dağılandan sonra Rusiyanın strateji aviasiyanı uçurtmağa imkanı yox idi. Bir 3-4 il bundan qabaq başladı. Başladı da nə başladı? Elə demirlər ki, hesab bilin ki, Rusiyanın deyək ki, T-50'ləri elə ancaq elə aeroportun üstündə və ya şəhərin üstündə uçur da uzağa gedərlər. Amma indi Amerikaya qədər uçur. NATO'nun Avropadakı dövlətlərinin sərhədlərində yaxınlaşır. Rusiya qərbə deyir ki, əgər məni boğursansa, əgər mənə qarşı sanksiya tətbiq eləmisənsə, ad saxlamaq istəyirsən, buyur, mən də səni ad saxlayacağım. Necə? 92-ci ildən üzübəri NATO üzv dövlətləri öz hərbi büdcələrin arxa plana keçirmişlər. Hərbi büdcələrinə pul xərcləmirdilər. Daha çox pul xərcləyirdilər sosial hissiyə, əhalinin öz vətəndaşlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına. İndi Rusiya təyyarə uçurdanda Amerika, ondan sonra digər NATO dövlətləri, belə demək mümkünsə, yəni məcburlar özlərinin hərbi büdcəsinin qayğısına qalsınlar. Demək, sosial tərəfdən kəsəcəklər, əhalinin deyək ki, təhsilindən, deyək ki, müavinətindən, səhiyyəsindən, digər yerlərdən təqaüdündən kəsib hərbiyə verməlidir. Çünki əgər Rusiya indi bugün Rusiya təyyarəni uçurdur. Əgər Rusiya sabah arxan olandan sonra ki, Norveçdə ya Amerikada bir təyyarə çıxıb Rusiyanın təyyarəsini qovmayacaq, bir aydan sonra Rusiyanın təyyarəsi Amerikanın təsadüfən içinə düşdü. Əvvəl belə başladı, sonra əməli başlayacaq isə. Bunun qabağını almaqdan ötürü, demək, Amerika tərəfdən, NATO dövlətləri tərəfindən də hansı hərbi təyyarə qalxmalıdır. İndi, demək, Amerika və yaxud NATO təyyarəsində qalxması üçün lazımı qulluğu olmalıdır, lazımı vəziyyəti halı olmalıdır. Demək, bunlar Amerika, Rusiya sanksiya tətbiq edir, Rusiya da hərbi təyyarələrini göndərir ora, məcbur edir ki, siz də pulunuzu sosial sayədən kəsin hərbiyə xərcləyin. Yəni, o dövlətlərdə də aclıq başlayacaq. Amma bir dənə fərq var. Avropa demokratikdir. Amerikada eləcək. Yəni, əgər sabah xalqın bir şeyi əskilsə, ayağa da görürsünüz Ferguson'da. Nə boyda mitinglər gedir. Sabah Amerikada, Avropada əhalinin pulu kəsilsə, silsilə arzulı mitinglər başlayacaq. Rusiyada millət acından da ölsə, kimdir ki ayağa durur? Yəni, çox sadə bir məntiq. Putinin hesablaması bax bunun üstündə qurulur. Və mənim hesabıma görə, Putin istədiyini əldə eləyənə qədər soyuq müharibə davam edəcək.
Və mən elə başa düşürəm ki, Qərb gec-tez Rusiyanın istəklərin nəzərə almalıdır, alacaq. Başqa variant yoxdur. Çünki o qədər qəli sistemdir. Rusiya, yəni Qərb üçün olan düşmənlər içərisində Rusiya ən az düşmənidir. Çin heç nəyə baxmır. Heç nə vecinə deyil. Heç nə Çinə təsir eləmir. Özünün əvvəlcədən qurduğu plan var, o planla gedir. Sabah bir 10 ildən sonra Amerikada aeroplanın qabağına çıxması ilə Amerikanın özünü əsib keçəcək. Əzəcək. O qədər Çin planı güclüdür, gedir. İslam dünyasında əvvəl ərəb baharlarından qorxurdular. İndi ərəb baharları keçdi, IŞİD-i yaratdı. IŞİD ərəb baharlarının nəticəsidir. Yəni, əgər ərəb baharları olmasaydı, o xaos, o xaotik vəziyyət olmasaydı, IŞİD bəlkə də yaranmazdı. Heç kəs də deyəməz ki, sabah İslam dünyasında elə və nə yaranacaq? Yəni, görün, İslam dünyası nə qədər paradoksdur. Allah Əkbər deyib, bizim şeyx demiş. Allah Əkbər deyib, adam başı kəsilir. Adam başı kəsilir. Kəlmə-i şəhadəti deyən adam müsəlmandır. Müsəlmana qarşı belə cüzi də bir onu incitmək haqqı yoxdur. IŞİD Amerikada vuruşmur, Avropada vuruşmur, bütpərəstlərə qarşı vuruşmur. IŞİDinlə vuruşduğu yeri hamısı ilə müsəlman torpaqlar. Hamısı gözünü açanlar. Namazda, hicabda, belə deyək, yəni oturub yerində müsəlmançılığına məşğul. Yəni orada kəlmə-i şəhadəti bilməyən adam, o adamdır ki, o adam dil açmayıb. Kim ki dil açıb, qızlı olan ham kəlmə-i şəhadəti bilir. Hamının qulağına deyir o söz. Elə dövr. Bu dövrdə IŞİD Allah Əkbər deyib, müsəlman sözü ilə, müsəlmançılıq güya əsasında müsəlmanın başını kesir. Sabah bu nə orada hansı təşkilat yaranacaq, bunu Allah bilir. Biz bəlkə belə təşbih Allah da bilir. Köşdür. Yəni, bunlar qat-qat böyük düşməndə nəinki? Rusiya. Ona görə bunlar gec-tez hesablaşacaqlar. Həm də sivilizasiya fərqi var. Rus, Avropa çox yaxın sivilizasiyadır. Əgər müqayisə edirsə ki, məsələn, Avropa sivilizasiyası ilə, tutaq ki, Çin sivilizasiyasını müqayisə edirik. Tutaq ki, müsəlman sivilizasiyasını müqayisə edirik. Tamam, fərqli məkanlarda, fərqli, belə deyək, yəni, nüanslardır. O məndə, yəni mənlə başa düşürəm, bunlar gec-tez bir-birinə dil tapacaqlar. İndi bir-birinə qarşı müxtəlif psixoloji oyunlardan çıxırlar. Putin'i az qala Avstriyada o böyük G20'liyin, G20'liyin sammitindən az qaldılar, qovsunlar, yəni psixoloji bir təzyiq elədilər. Putin'i bir ələ saldı elədilər ki, Çinin birinci ledisinin çiyninə, deyək ki, şal salıb, belə gözü ilə şal gəzdirirmiş filan feşmə. Yəni, bu dərəcəyə qədər dünyada Putin əliyinə kampaniya gedir. Mənlə başa düşürəm. Yəni, bunlara da haçansa, belə deyək də, yəni, müəyyən bir sonralar gəlməlidir. Çox vacib proseslər, xüsusən Azərbaycan prizmasından da bizim üçün də maraqlıdır. Neft sayəsində gedir. Yəni, neftin əsas məqsədi, o neftin qiymətinin öldürülməsinin əsas məqsədi Rusiya təzyiqidir və mən sizə deyim ki, bu effektin də verir. Amma durub, belə ki, deyək ki, misal üçün, tək Rusiya əziyyət çəkir, yox, belə deyil. Azərbaycan da əziyyət çəkənlər sırasındadır. Meksika, Venezuela. Meksika, Venezuela bizim də işimiz yox. Yeriyəsə Rusiya ilə də işimiz yox. Fakt odur ki, yəni, Azərbaycan da əziyyət çəkənlər sırasında ola bilər. Rusiya çox ciddi cəhdlər eləyir. Ki, Səudi Ərəbistan hətta özü yaxınlaşdı. Alınmadı. Yəni, mənlə başa düşürəm, o pek ki, qərar qəbul elədi ki, neft hasilatını azaltmasın. Yəni ki, səviyyədə, belə də, yəni, saxlasın. Yəni, əslində göstərir ki, siyasi qərarda neftin qiyməti uzun müddət, belə deyək, yəni, aşağı düşmə şansı daha çoxdur. Nəinki, deyək ki, misal üçün, neftin qiymətinin yuxarı qalxması. Çox mühüm məqamlardan biri, yəni, indiki gedən o geosiyasi müharibədə İranın mövqeyi ilə bağlıdır, mən sağ deyim. İran xeyli güclənib. İran elə başa düşür ki, bu dəqiqə o əvvəlki, belə deyək də, proseslərdəki müəyyən qədər itirmişdi.
onları götürməlidir, onları geri qaytarmalıdır. İranın təxminən mövqeyi bundan ibarətdir. Ona görə indi İran hal-hazırda həm Rusiya, həm Amerikaya yox deyir, yox mərhələdədir. Amma eyni zamanda həm Amerika, həm Rusiya İrana bu dəqiqə belə deyək, çalışırlar ki, İranı özünə tərəf çəksinlər. Biraz çox İrana qarşı çox qılıqlı siyasət aparırlar. İndi Amerika orada o nüvə danışıqların altılıqdan çevirib üçlük formatda gedir. Yəni, əsas özü ilə ki, yəni nüvə danışıqlarında İranı başa salmaq istəyir ki, Amerika İranı başa salmaq istəyir ki, nüvə danışıqlarında sənə güzəşt eləyən mənəm, mən sənə güzəşt eləyəcəyəm, mən sənin puluvun başına açacağım. Rusiyada bu tərəfdən gördünüz, yəni 1000 dənə oyundan çıxır, belə deyək də, yəni el arası bir söz. Narışkin getdi. Narışkina sıfır diqqət. Heç kim demirlər ki, qəbulləmədi. Narışkin özü əvvəla Rusiyada çox böyük bir səlahiyyət yiyəsidir, vəzifə sahibidir. Özü çox böyük bir nəslin təmsilçisidir. Eləcə mən sizə deyim ki, Rusiya Dövlət Dumasının İrana gedən nümayəndədə Dövlət Dumasının ən sambalı nümayəndəsi idi. Komissiya sədrləri idi. Puligin orada idi. Bizdə tanır Puligin uşaqlar. Yəni, biraz ictimai sifəti olmadığına görə bunu xüsusi dedim. Amma indi o biri deyəcəklərim, adamların hamısı Azərbaycanda dünyanın hər yerində tanı adamdır. Kuluşkov bu dəqiqə Rusiya Dövlət Dumasında ən aparıcı adamlardan biridir. Pushkov Rusiyanın, baxmayaraq ki, deputatdır, Pushkov Rusiyanın xarici siyasətində, yəni xarici siyasətin təbliğində 11 nömrədir, hücumçudur, hücumcu rolundadır. Pushkov getmişdir. Jirinovski getmişdi. İran bunun bir dənə tək Laricanı qəbullədi. Amma hansı ki, Rusiya elə hesab edirdi ki, yəni bunları orada prezident də qəbulləməlidir, hətta ali din lider qəbulləməlidir. Bir dənə Laricanı qəbullədi. Yəni, əslində İran özü belə bu qaydada diqqətsiz saxladı, bilərəkdən. Narışkin ODKB-nin, KTMT-nin parlament assambleyasına dəvət elədi. Lavrov bir yandan dedi ki, Rusiya, İran ŞƏT-ə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər. Vaxtilə həm KTMT, həm ŞƏT-ə Rusiya imkan vermirdi İran girməyə. İndi deyir, gəl səni sarıram. Yəni, nəsə İran çalışır ki, özünə tərəf. Ulyukayev getdi, Rusiyanın İqtisadi İnkişaf Naziri getdi ki, müqavilələr imzalasın. Yəni, Rusiya mümkün qədər çalışır ki, İranla yaxınlaşsın. İran həm Rusiyanı, həm də Amerikanı, hər ikisini demək olar ki, rədd edir. Yəni, gedən soyuq müharibədə demək, o Avropa-Rusiya mübarizəsində tək o, deyək ki, hərbi elementləri, Ukrayna hadisəsi, bayaq Sadam hadisələrlə yanaşır, əlavə də iki dənə iri parametr, bir neftin demping qiyməti yeri gəlsə, o neftin demping qiymətində elə Rusiyanın qərbin münasibətlərinin o kontekstinə salmaq olar. Amma İran artıq tamam belə deyək, yəni, müstəqil faktor kimi deyək ki, yəni, bu soyuq müharibədə gedən geosiyasi proseslərdə iştirak edir. İran deyir ki, gizlərə qədər mənimdir, İran Mərkəzi Asiya iddialıdır, İran Qafqaza iddialıdır. Ona görə yəni, həm Rusiyanı rədd edir, təbii ki, yəni, Amerikanı İranı rədd eləməsi müvəqqətidir. Yəni, Amerikanın strateji konsepsiyası bundan ibarətdir ki, yəni, o Amerika ilə dost olmalıdır və daha çox elə anti-Rusiyaçılığı öz anti-Rusiyasını Amerikaya təqdim edəcək bir dividend kimi. İndi Amerika pulun başına açıb İrana pul gəlir, İran güclənir. İran güclənir, əvvəlki mövqelərindən qaçır, geri çəkilir. Mövqələrin sərtləşdirir. Həmasla təzədən dost olur. Hizbullahla təzədən vaxtilə hər iki strukturun öz strukturu idi. Amma oldu bir müddət İranın pulu olmadı, İranın başı ayrı şeylərə qarışdı. Həmasdan da əl çəkmişdi. Həmas Qatarın təsiri altına düşmüşdü. Hizbullah da incimişdi İranın. İndi hər ikisini qaytarır. Hər ikisini qaytarır. İsrailə hədə ölçü. Mən elə başa düşürəm yaxın vaxtlarda vəziyyət çox gərginləşəcək İsraillə bağlı məsələ. Yəni artıq İranın Fələstinin daxilində kifayət qədər qüvvəsi var ki, İsrail-Fələstin danışıqların istənilən nəticəsini heçə indirsin. İran, yenə güclənib, özünə haqq tələb edir, özün haqlı hesab edir. Və isə bir dənə maraqlı da müqayisə deyim ki,
İndi İran Azərbaycanla da münasibətləri çox yaxşıdır. İranın Azərbaycanla münasibətlərinin yaxşılaşması məhz o Hizbullahla, Həmasla münasibətlərin soyuq dövrünə düşdü. İndi İranın Hizbullahla, Həmasla da münasibətləri yaxşılaşıb. Allah eləsin ki, Azərbaycanla da münasibətlərlə üstün səviyyədə saxlasın, isti səviyyədə saxlasın. Aşağı, belə deyək, yəni düşməyinə imkan verməsin. Yəni bu mənlə başa düşürəm, yəni bizim elə Azərbaycan üçün də, ondan sonra region üçün də belə demək mümkünsə, yəni çox vacib olan bir məsələlərdən biridir. Obama İranın ali dini liderinə 4 dənə məktub yazıb. Yəni düz eləyib məktub yazma. Əslində İranda prezidentin o qədər də böyük səlahiyyəti yoxdur. İranda hegemon, hökmran, bütün səlahiyyətlərin sahibi ali rəhbərdir. Seyyid Əli Xameneidir. Bütün səlahiyyətlərin önündədir. O, prezidentə nə səlahiyyət versə, prezident o səlahiyyət çərçivəsində çıxış edə bilər. Xariclər naziri deyiləcək. İndi onlara səlahiyyət vermişdi. Onlar prezidentdə, Xariclər nazirdə nüvə danışıqlarını aparırdı. İndi İranın mövqeyi güclənib, İranın ali lideri onlara verdiyi səlahiyyəti geri çəkir. Azaldır. Obama 4 dənə məktub yazdı. Düz elədi yazdı. Amma görünür məktuba mətnin düzgün tərtib eləmədiyinə görə ali dini liderdən, ali rəhbərdən istədiyi cavabı ala bilməyib. Elə Rusiyada bu dəqiqə ali dini liderlə diyaloqdan ötürü çox ciddi mübarizə aparır. Mən sizə bir dənə söz deyim. Yəni, mənlə başa düşürəm, bizim şeyxi ki, Qafqaz Müsəlman İdarəsinin başçısı Şeyxülislam Allahşükür Paşazadəni sonuncu dəfə ki, Moskvaya dəvət eləmişdi, Kiril. O görüşdə, yəni mənim ehtimalıma görə, mən öz ehtimalımı da zəif hesab eləmirəm. Yəni, orada əsas müzakirə mövzusu yəqin ki, Kirillə İranın ali dini liderinin görüşünün təşkili məsələsinin məsləhətləşməsi keçirilib. Çünki bilirsiniz ki, yəni, iki dənə İran məsələsində, İran nüvə texnologiyasında vacib odur ki, yəni Allahşükür Paşazadə İranın ali rəhbərinə münasibətləri yaxşıdır və dünyanın qalan dövlətləri üçün Allahşükür Paşazadə açıqdır. Rusiya prezidenti tanıyır, Amerikanın Ağ Evdən də gəliblər, ondan sonra dövlət departamentə gəlib bizim şeyxlə söhbətlər eləyiblər. Bundan da vacib məsələ. Dini qaydalara görə Seyyid Əli Xameneyi, yəni İrandan çıxan sonra Azərbaycana gələ bilər. Yəni Azərbaycanda görür, yəni Azərbaycan torpağında danışıq apara bilər. Başqa bir torpaqda onun danışıq aparmağı, yəni belə deyək də məsləhət bilinmir. Yəni məndə başqa söz... Yəni o mənada Rusiya artıq bunu bilir. Ona görə Rusiya çalışır ki, Azərbaycan vasitəsilə çıxsın İrana tərəf. Eləcə də İran da elə çalışır ki, Rusiya bu dəqiqə, Rusiyada İran da Azərbaycan məsələsini belə deyək də, yəni öz münasibətlərində Azərbaycan əlaqələri qızışdırıblar. Bu əslində çox, belə demək mümkünsə, müsbət bir məsələdir. Amma yenə deyirəm, yəni İranın özünün bildiyi yol var, İran da həmin o bildiyi yolla gedir. Ermənistanla bağlı, yəni bizim həmişə mən sizə demişəm, oğul yığışdırma, bəlkə nəm öz bilərsin. Yəni, mən həmişə belə də yəni, demişəm ki, bizim mərkəzin yarandığı gündən qabağında duran əsas məsələ Ermənistan məsələsidir. Kifayət qədər diqqət var bizə, kifayət qədər sözümüzü sayırlar, istifadə edirlər və bizim üçün də bu şərəfdir. Yəni, ona görə mümkün deyil hansısa bir tədbir keçirdək. Orada Ermənistanla bağlı tədqiqatlar olmasın, yəni bu da mümkün deyil. Amma bir dənə məsələ var ki, yəni məhz elə Azərbaycan dövlətinin apardığı siyasətə görə, o cümlədən orada sizlər də iştirak edirsiniz. Ermənistan ancaq geriyə gedir. İndi hal-hazırda Ermənistan elə vəziyyətdədir, iki müttəfiqinin, iki qonşusunun ikisinə də yaxın vaxtda onlar hər ikisinin üzünə ağ olmalıdır. Ermənistanın 4 dənə qonşusu var. Bunun Azərbaycana, Türkiyə münasibəti bəllidir. Heyvani düşmənçilik. Başqa adı yoxdur. İki qonşusunun hesabına isə həmişə vəziyyətdən çıxıb. Gürcistan və İran hesabına. 2008-ci ilin 8 avqust hadisələrində Gürcistanla yol bağlandı. Müharibə gedirdi.
İran vəziyyətdən çıxartdı. Ermənistan. İndi Ermənistanı məcbur edirlər elə siyasət aparmaq ki, həm Gürcistanla, həm İranla düşmən olacaq. Ermənistan qərar qəbullədi və qərarını da bu yaxınlarda reallaşdırdı ki, Livana sülh məramlı qüvvələr göndərdi. Müdafiə naziri İtaliyanın Ermənistandakı səfiri Risul ilə bir yerdə yola salma mərasimi keçirdilər. O erməni sülh məramların Livana. Livanda orada əsas aparıcı qüvvə İtaliya ilə Fransadır. İndi Ermənistan sülh məramları İtaliya taborunun tərkibində olacaq. Ohanyan deyir, erməni sülh məramları Livanda olmalıdır. Çünki bu Kosovo deyil, çünki bu Əfqanistan deyil. Bu Ermənistanın xarici siyasət maraqlarının olduğu yaxın şərq regionudur. Ona görə erməni qoşunları Livanda olmalıdır. Tamam yalan danışır. Ağ, uşaq erməni yalanı. Əgər Ermənistanın yaxın şərq xarici siyasətinin maraq dairəsindədirsə, İraqda 60 min nəfərlik, nə olsun 40 min. 40 mindən 60 minə qədər deyirdi. Erməni icması var idi. Ermənilər özləri, şəxsən Avaq Asaduryan, İraqda erməni yeparxiyasının başçısı, elə oyun oynadı. Ermənilər, yəni o Amerikanın İraqa hücumu zamanı ermənilər onu tərk eləməli oldu. NATO sonra koalisiya yaratdı, Amerika koalisiya yaratdı İraq üçün. Ermənistan istəsəydi gedib qoşula bilərdi. 60 min. İraqdan erməni qalmıyor. 3 min, 5 min. Hamısı köçdü. Suriyadakı ermənilər 100 mindir. Amerikadan sonra, Fransadan sonra, ümumiyyətlə yaxın şərqdə erməni diasporunun baza rolunu oynayırdı. Suriya erməniləri 100 min. Suriyada erməni icmasının sayı 100 mindir. 100 min. 20-30 min qala qalmayadır. Müharibənin neçəsinin hamısı dağılıb. Bəşər Əsədlə ermənilərin xüsusi münasibəti var. Yəni Bəşər Əsəd hökumətində bu dəqiqə nazirlərdən biri ermənidir. Əgər Bəşər Əsədə Ermənistan hökuməti müraciət eləsəydi ki, icazə ver, qoşun göndərək, gəlsin oradakı erməniləri müdafiə eləsin, ən azı Bəşər Əsəd siyasi səbəblərə görə ki, yəni dünya dövlətlərindən biri Bəşər Əsədi müdafiə edir, Bəşər Əsəd Ermənistana icazə verəcəkdir. Ki, sən gəl, qoşunları sal bura. Ermənistan 100 minlik icma dağıldı, heç müraciət eləmədi. Əksinə, Kəsab hadisələri zamanı Suriyada şəhərdir. Kəsab hadisələri zamanı demək bir 30-a yaxın bu Qarabağ döyüşçülərindən, keçmiş Qarabağ döyüşçülərindən yığışdılar ki, gedirik Kəsabda erməniləri müdafiə eləməyə. Yerevan aeroportunda polislər tutdu o döyüşçüləri, ağzına 5-6 dənə çəkdilər, qaytardılar da. İndi əgər erməni istəyirsə ki, Ermənistan istəyirsə ki, müdafiə eləsin erməni icması, yəni bunu İraqda eləyə bilərdi, bunu Suriyada eləyə bilər. Beyrutda erməni icması var. Sayı da az deyil. Amma Beyrutdakı erməni icması üçün heç bir təhlükə yoxdur. Orada əksinə təhlükə mənbəyi Beyrutdakı ermənilər özləridir. Beyrutdakı ermənilər özləri şul oldu. Yaxın şərqdən ora gələn digər millətlərə, ərəblərə, digər dövlətlərdən gələn ərəblərə, digər dövlətlərdən gələn kürdlərə göz verib işıq vermirlər Beyrutdakı ermənilər. Demək, Beyrutdakı ermənilər cəmaatın başını dəlir. Onda belə çıxır ki, Ermənistan Livana niyə sülh məramını göndərir? Qərbin bir dənə marağı var. Bayaq danışdığımız mövzudur. İran indi Hizbullahı müdafiə edir. Silah da verib, pul da verib, raket də verib, hər şey verib. Xeyli gücləndirib İran. İranın Hizbullahı gücləndirməsi NATO'nun maraqlarına uyğun deyil. Qərb sülh məramlı qüvvələr adı ilə Livana qoşun yeridir ki, Hizbullahı orada öldürsün. 4 milyard dollar pul lazımdır.
Livanın ordusunu gücləndirmək üçün 4 milyard pulun 3 milyard doların təkcə Səudiyyə Ərəbistanı verir. İşin sahibi Fransadır. Fransa, demək, Livan ordusunun hərbi təlimləri ilə gücləndirilməsi üçün hərbi təlimlərlə Fransa hərbiçiləri məşğul olacaqlar. Dünyadan sülh məramları isə İtaliya taborunun başına yığırlar. Demək, Ermənistanın sülh məramları gedir, Livanda Hizbullaha boğmaqdan ötürü, Hizbullaha qarşı vuruşmaqdan ötürü, İrana qarşı vuruşmaqdan ötürü. Amma hansı ki, yenə deyirəm, bu yaxınlara qədər elə təxminən, bayaq deyim, orada şuluq qüvvələrdən biri buydu, özə bölünmüşdü orada. Ermənilərin 6 tane deputatı vardı Livan parlamentində. Onun ikisi Hizbullah'da idi, üçü Hristiyan fraksiyasında idi, biri isə ortada gəzirdi. Gah o Hizbullahçılara tərəf keçirdi, gah o Hristiyanlara tərəf keçirdi. İndi, əgər Ermənistan buradan qoşun yığıb, söz yox, 32 nəfər bir şey deyil. Amma əsas odur ki, yəni bu söyüşün ki, söydü İrana qarşı. Siyasi iradəsini ki qoydu, anti-İran siyasi iradəsini ki qoydu ortalıq. İndi Ermənistan buradan adam göndərsin, geçsin, Livanda Hizbullaha qarşı vuruşsun. İran burada həmin Ermənistanı dözüzlük, bu mümkün deyil. İran Ermənistana yeri gəlsə icazə vermişdi ki, Azərbaycana qarşı vuruş. Hizbullaha qarşı vuruşmaq icazəsi İran Ermənistana verməyib. Baha başa gələcək. Eləcə də Gürcistanla bağlı. Gürcistanla da bağlı. Putin deyir ki, Gürcü-Abxaz dəmir yolu açılmalıdır. Açılmalıdır. Və deyir, Abxazya mənim boynuma. Ay Ermənistan, sən də git Gürcistanı yola getir. Yəni Ermənistan, sən git Gürcistana təzyiq elə. Sən təzyiqə qulaq asmasa, Putin deyir ki, mən gəlib sənin əli ilə Gürcistanı vuracam. İndi belə vəziyyətdə. Gürcistan nə eləməlidir? Gürcistan demək, nə qədər o Ermənistan öz arasında yol varsa, dəmir yolu, avtomobil yolu, qaz filan, hamısı vurub partlatmalıdır. Yəni, mövzu bir dəfəni bağlansın. Mövzunu bağlamağın yolu budur. Yəni, görün, nə qədər bu dövlət müstəqil dövlət deyil. Özünün gəliri nədir, çıxarı nədir, marağı nədir? Buna təhlükə hardan əmələ gəlir? Necə aradan qaldırmaq bilmir, heç birisini bilmir. Əksinə, elə addımlara vadir eləyirlər. Nə var, NATO buna bir kəlmə, malades sabaq deyəcək, sağ ol deyəcək. Bundan ötürü deyək ki, qoşun göndərir ora, sülh məramlı adı ilə qoşun göndərir, İranın maraqlarına ziddir. Bu yandan, Meğri dəmir yolunu yaddan çıxardıb, Abxaziyadan dəmir yolu açır, Gürcistanın üstünə gedir, sabah Gürcistansa vurub hər şeyi partladacaq. Yəni, o qədər zəif dövlətdir, Qərbin və yaxud tutaq ki, Rusiya, dövlət olaraq yox, Rusiyada adi məmur yeri gəlsə Ermənistanın siyasətinə təsir eləyir. Qərbdə adi məmur Ermənistanın siyasətini idarə eləyir. Ən nəhayət, yəni, elə bu gün ki, yəni, yenə ermənilərlə bağlı, mən sizə açığı deyim ki, yəni, o helikopter məsələsi hələ uzun müddət gedəcək, sizə açığı deyim ki, yəni, bu məsələ elə-belə məsələ deyil. Həm ermənilər, deyək ki, misal üçün, o qədər arxain oldular, bizim üstümüzə vertolyot göndərdilər, helikopter göndərdilər. Eləcə gözlənilmədən bəlli oldu ki, Azərbaycan ordusu artıq çoxdan hazır imiş. Yəni, qoşunların təmas xəttində duran hərbiçidə İqla, o Zenit raket kompleksi nə gəzir ki? O əskərdə, o hərbiçidə İqla, Zenit raket kompleksinin olmasının əmrini heç onu komandir batalyonu və yaxud komandir polku və yaxud orada idarə ki var, o idarənin rəisi vermir o əmri. Onu Bakıdan Müdafiə Naziri müəyyənləşdirir ki, Araz ön xəttədir, əskərdir, real vəziyyət belədir ki, bu artıq təkcə avtomat Kalaşnikovla silahlanmamalıdır. Təkcə qumbara ilə silahlanmamalıdır. Azərbaycan əskərinin silahlanmasına İqla Zenit raket kompleksini əlavə edirlər. Hələ bilmə olmaz, bəlkə tank vuran da əlavə eləyiblər. Əgər əlavə eləməyiblərsə, yəqin ki, bu hadisədən sonra Azərbaycan hərbisi, o ön xəttdə olan Azərbaycan hərbisi hətta
Bundan sonra tank vuran silahla çəkir. Vertolyot, helikopterin vurulması bütün dünya ermənilərində çox ciddi qüsurları, çox ciddi problemləri aşkarladı. İşin ən vacib tərəf, yəni psixoloji üstünlüyü qazandıq. Ermənilər erməni xasiyyətinə görə cəzalandılar, cəza da aldılar. Bizimkilər də bizim tərəfdə psixoloji üstünlük qazandı. Amma daha böyük əhəmiyyəti o alt qatdadır. Yəni, helikopterin vurulması bütün dünya erməniliğini silkələdi. Onların belə deyək də, yorğanın üstü açıldı. Nə var, hər şey bəlli oldu. Vertolyot qəzası deyirəm, vertolyotun məhv edilməsi erməni telemarafonlarının ənənəvi illik telemarafonla təxminən eyni dövrə düşdü. Demək, təsəvvür eləyin, bunlar telemarafon keçirməyə hazırlaşırlar, pul yığmağa hazırlaşırlar. Bu yandan da İlkin Muradov da Azərbaycan hərbiçisi taraf götdü, vurdu, erməni helikopterin partlatdı. Ermənilərin bütün davranışın məhz o telemarafon, yəni helikopterin vurulması ilə bağlı, məhv edilməsi ilə bağlı, ondan sonraki dövrdə ermənilərin bütün davranışın məhz telemarafon müəyyən elədi. Ermənilər bir tərəfdən bütün dünyanı Azərbaycanın üstünə saldılar ki, o cümlədən Hefferin düşdü Azərbaycanın üstünə ki, Amerika Dövlət Departamentin ATƏT-in Minsk həmsədəni qaldırdı ki, tez meyitləri alsınlar. Alınmadı, qaz fişik göndərdilər Bakıya. Heç qaz fişik Bakıya gəlib çatmamış, bu yandan xəbər yaydılar ki, güya xüsusi əməliyyat keçiriblər, güya cəsədləri çıxardıblar. Güya 4 dənə erməni hərbisi gəlib, 3 dənə meyid aparıb, təyyarənin o qabaq kabinəsinin qabaq tərəfində olan şüşəni aparıb, qara qutunu aparıb. Düz Yerevana qədər, Ağdamla götürüb, düz Yerevana qədər. Belə şey olar. Dinc şəraitdə nə erməni tərəfdən, nə biz tərəfdən güllə atılmır. Orada relief elədi. Dinc şəraitdə piyada adam 4 nəfər, 3 dənə meyit, vertolyot, helikopterin qara qutusu və füzelyajın, yəni o vertolyotun qapısı, bunu göçsün aparsın. Mümkün deyil. Mümkün deyil. Bu boyda yalan uydururlar. Özdə bilinmir ki, hərbi əməliyyatda kim keçirdi? Ermənistanın müdafiə naziri, yəni rəsmi erməni hərbiçiləri güya keçirilən hərbi əməliyyatla bağlı bir dənə detallı məlumat verməyiblər. Bir dənə detallı məlumat yaymayıblar. Detallı məlumatların hamısını yayan Grant Melişah Nazaryandır. Levon Melişah Nazaryanın oğlu. Moskvada yaşayırdı. İndi sən gəlib Yerevandadır. Grant Melişah Nazaryan. Atası ilə əvvəldən deyək ki, misal üçün Yerevanda yaşayır. Gəncəlidir. Gəncə ermənisidir. 2 dənə Gəncə ermənisidir. Elə haşiyə çıxıram. İkisinin də burundan gəlsin bu dəqiqə. Əleyhimizə gedirlər. Tarasov Rusdur. Həmin o Stanislav Tarasov. Rex İnformasiya Agentliyi, Regnum İnformasiya Agentliyi Azərbaycanın əleyhinə ən ciddi iş aparan adamlardan biridir. Gəncə Urusudur. Desənə manası ermənidir. Bir də Levon Melişah Nazaryandır. Gəncədən adam olub. Yəni Gəncədə institut ilə Gəncədə qurtarıb. İndi təbii ki, o hadisələrdən sonra köçdü getdi. İndi güya Levon Melişah Nazaryan gəlib bu əməliyyatı keçirdi. Əməliyyatın bütün detallarını da mətbuata çıxardan, yenə deyirəm, Artur Ovanesyan deyil, Senur Asatryan deyil, yəni Dağlıq Qarabağdakı hərbiçilərin mətbuat nümayəndələri, ondan sonra Ermənistanın Müdafiə Naziri mətbuat xidmətinin rəhbəri Artur Ovanesyan deyil, bütün detalları hava şarına nətər gəliblər, o tenik orada neçə gün nə aparıblar, meyidi nətər götürüblər, bütün bu detalları yayan, neçə nəfər iştirak, 4 nəfər iştirak, bütün bu detalları yayan Voskanapad saytının rəhbəri Levon Melişah Nazaryanın oğlu Grant Melişah Nazaryandır və güya məlumatları da onun dədəsi verib, atası verib. Yəni Granta Levon. Yəni mənlə başa düşürəm, bunlar canavarlarla dost, gətirib burada canavar zadı buraxıb eləyiblər ki, yəni tək o
erməni meydidir, rədd olsun oradan. Eşidirsən. Bunlar axtarsalar desəz bir şey tapa bilməsin, atsa qoyublar. Apardığı meydi. Aparmısansa, niyə bunun bir dənə çəkilişi yoxdur? Dədə də, bala da ikisi də jurnalistdir. Levon Melişahzaryan Vaskanapas saytının rəhbəridir. Məmmədiyəndən PPD-yə qədər indiki redaksiyada hamıdır beləncə video kameradan olur. Fotokamera olur. Yaxşı çəkdə. Ağdamla. Sən gəlib o boyda bəri iş görürsən Ağdamda. Necə sənin bir dənə vaxtın olmuş ki, qoydu bunu bir dənə çıx şəklini çəkim də. Çək də bunu. Apardın Kanakərə. Deyirlər Kanakərə aparmış. Kanakərə aparmışıq demirlər. Ha? Levon Melişahzaryan gecə yatıb evinə yatmamışdan qabaq zəng edib Saqatel Bakşiveşinənlə bir də oğluna zəng edib ki, sabah siz erməni mətbuatını açarsınız, görərsiniz ki, dünya miqyaslı bir xəbər yayılacaq. Bir də gedərsiniz Kanakərə, orada hərbiçilərin, əskərlərlə valideynlərin görüşü olacaq, görərsiniz orada nə kef olacaq, nə sevincli hadisələr olacaq. Yaxşı, Kanakərə aparmışsan, çək də bunun bir şey. Bütün hərbi hissələrin ətrafında video kameralar var. Yaxşı, sən bu meyitləri Kanakərə nətər yaxınlaşdırmışsan, o hərbi hissənin ətrafındakı o video kamera çəkib, video kameranı göstərişin. Yəni, yenə deyirəm, bütün bunların hamısının dalında bir dənə söz var. İlkin Muradov bir iş gördü, düzü telemarafon dövrünə düşdü. Onsuz da ermənilərin vəziyyəti ağırdır dünyada. Pul verən yoxdur, erməniyə pul vermir. İndi bu vertolyot vurulanda, helikopterdə vurulanda dünya erməniləri lap demiyorlar ki, pul verməyəcəkdir. Ona görə tələm-tələsik saxta bir məlumat düzəltdilər ki, güya da biz güclüyük, cəsədləri, meyitləri oradan götürmüşük. Amma iki dənə başqa hadisə də var ki, həmin dövrdə ermənilərin hərbi saxtakarlığına, hərbi o informasiya belə deyək, yəni düzəltməsinə, saxtalaşdırmasına, yəni dəlalət eləyir. Həmin ərəfədə Ermənistan mətbuatı məlumat yaydı ki, Seyran Ahanyan Ermənistan Müdafiə Nazirliyinin mərkəzi klinik hərbi Ermənistan Müdafiə Nazirliyinin demək mərkəzi klinik hərbi hospitalında reanimasiya şöbəsində iki dənə erməni əskərinə baş çəkib. Birinin familiyası yadında Devrikyan. İkisinin də familiyasını yazmışdı. Amma deyilmir ki, bu erməni əskəri hardan nə qayırıb ki, bu reanimasiyalıq olub da. Demək bu, yəni mənə çatdırılan məlumata görə, yəni təxminən həmin dövrdə Füzuli istiqamətini bizimkilər yəni müəyyən işlər görür. Yaxşı, bunu dedi. Demək, həmin dövrdə Ermənistan rəhbərliyi mümkün qədər çalışdı ki, hərbi uğursuzluqların gizlətsin, özün güclü göstərsin. Demək, o Haniyan məcburdur gedib əskərə baş çəksin reanimasiyada. Amma hardan əmələ gəlib bu nətər reanimasiyalıq olub, bunu gizlətməyi, mətbuata verməyi məsləhət bilmir. Başqa bir Vlasik Petrosyan gerək, bir erməni əskər. Bako Sakyanı qondarma qurumun de facto rəhbəri. Fransadan çıxıb Amerika pul dilənmək üçün gedəndə yoldacı ilə əmri verdi ki, Vitalik Pagosyan səhv eləmirəmsə. Ölümündən sonra mükafatlandırılsın. İndi bu ermənilər də ölən əskəri ölüm xəbəri yayılan kimi dərhal ya Sersərisiyan ya Bako Sakyan əmri verib bunu mükafatlandırırlar. Demək, bütün o proseduraya görə, yəni Bako Sakyan demək bu ölüb ki, bunu mükafatlandırdı. Amma harda ölüb? Hansı şəraitdə? Bu da yoxdur. Kim öldü? Hə, yəni demək, vertolyotun vurulmasından əlavə həmin ərəfədə iki dənə ermənilər hərbi hadisəni, hərbi insidenti gizlədiblər. Yenə deyirəm, nətər iki dənə əskər reanimasiya şöbəsinə düşüb. Niyə görə Vlasik Petrosyan, Pagosyan, niyə görə mükafatlandırılıb? Bunu asmır ermənilər. Məqsəd yenə deyirəm, özləri güclü göstərmək, yəni çox pul toplasınlar o illik telemarafonda, teletonda. Bütün bunlara baxmayaraq pul az toplandı. Amerikanın səfiri də, Hefferin də eynən o Haniyanın bir işçi kimi fəaliyyət göstərib, Amerika Dövlət Departamentinin ayaq üstə saxlayıb, vertolyot vurulması ilə qədər ATƏT-in 2 dəfə bəyanatını verdirməyə nail olub. Yəni, o şeyi ki, ermənilər eləyə bilmirdi, həmin şeyi
Demək, Hefferin Amerikanın Ermənistandakı səfiri John Hefferin eləyib həmin şeyləri. Amma bütün bu şeylərə baxmayaraq, onlar istədiyi qədər pulu yığa bilmədilər. Ən azı 8 milyon, keçən ilkindən vaxta qədər 8 milyon dollar əskikdir. Hələ dedikləri rəqəmdir. Demək ki, yəni Moskvada keçirtməyiblər. Yalan söhbətdir. Moskvada keçirməyə cəhd elədilər. Sadəcə üzləri də yoxdur artıq Moskvadan pul dilənməyə. Bir tərəfdən orada pul verənlərin bir qismi tutulub. O ermənilərin ən böyük donoru Levon Ayropetyan idi, həbsxanadadır. Samvel Karapetyan Taşir qrupası indi artıq Rusiya onu neytrallaşdırıb, deyir, ermənisən, pulu ki məndən qazanmısan, Rusdan qazanmısan, gətir Rusa xərclə pulu. Ged burada xəstəxana tik. Botkinada xəstəxananı gərək ki, Taşir qrupuna, Samvel Karapetyana tikdirirlər. O, Tabakov, Alek Tabakov, məşhur artist, onun teatrın Karapetyana tikdirirlər. Yəni, ermənisən. Pulu ki məndən qazanmısan, gəl bura xərclə. Get Tabakova teatr tik, get Botkinada xəstəxananı tik. İcazə vermirlər. Bir də orada əsas pul verən iki qardaş var idi. Rostraxın rəhbərləri. Rostrax. Sığorta. Demək, Aleksey və Levon Sərkisov qardaşlar. Onlar görürlər ki, pulları çıxacaq, Rusiyada qalsalar pulları, orada Rusun hesabına pul qazanırlar. Pulların bir qismini gətirilər, verirlər Sərkisyana. Demək, biri Ermənistanın Rusiya vətəndaşları, demək, biri oldu Ermənistanın Los Angeles'daki konsulu. O birisi isə kiçik qardaş, böyük qardaş demək Los Angeles'e getdi konsul. Kiçik qardaş da Lyon'da, Fransa'nın Lyon şəhərində oldu. Ermənistanın konsulu. Hər ikisi də Rusiya vətəndaşı. Demək, indi Fransa'da telemarafon keçirilir. Demək, Levon'un pulu orada təşkilatçılıq eləyir, baxı, Fransa'da telemarafona. Bako Saakyanın yanında gəzir. Demək, o verəcəyi pul ilə Fransa'dan qoşdu. Onun pulu Fransa'dan qoşdu. Sözün, hətta Fransanın özünkün belə götürəndə, Fransa'da yığılan pulu götürəndə, baxmayaraq ki, məsələn, Levon Sərkisyanın da pulu orada gəlib, o Fransadan ki, pulun üstündədir. Onunla belə keçən ilki rəqəmlə müqayisədə səhv eləmirəmsə 200 min dolar azdır. 1 milyon 370 min avro gərək ki, bu illəri yığıldı. Təxminən 1 milyon 560 neçə min avro gərək ki, keçənli yığılmışdır. Yəni, aşağı düşməyi dəqiqdir. Dəqiqdir. O cümlədən eyni həmin sözləri də Amerikadan yığılan pullar üçün demək olar ki, yəni Amerikadan da yığılan pullar azaldı. Həm Aleksey Sərkisov, Rostraxın əsas oğrusu, onun pulu oradan qoşuldu. Həm də Amerikada bir dənə təzə erməni milyoner peyda olub. Asod Tavityan. Davidyan yox, Tavityan. Demək, o da istəyir ki, Sərkisyan hesabına Amerikanın o siyasi elitasına bir əl tapsın. Oyunda pul verir bu dəqiqə Ermənistana. Onun da pulu bu ildən qoşuldu. Keçən il qoşulmamışdı. Onunla belə üst-üstə götürəndə ümumi məbləğ 8 milyon azalıb. Yəni, demək, əgər keçən ilkin bu il təzə qoşulanların pulun nəzərə almasaq, keçən ilə qədər fəaliyyət göstərən bazada heç olmasa bir 21-25%, bəlkə də çox geriləmə var. Dara düşmə var. Yəni, çıxan nəticələrdən ən vacibi orasındadır ki, görün, diasporadan gələn, o illik telemarafon ərzində yığılan pul Ermənistanın siyasi elitası üçün, Ermənistanın rəhbərliyi üçün görün nə qədər vacibdir, nə qədər zəruridir ki, onlar bu boyda oyunlara gedirlər. Vertolyotu Azərbaycanın üstünə göndərirlər. Azərbaycan onların vertolyotunu vurur, sonra güya vertolyotu, meyitləri güya uğur əməliyyat keçirib aparıblar. Hərbilərin, əskərlərin ölümünü gizlədirlər, başına gələnləri gizlədirlər. Yəni, bu da o anlama gəlir ki, həm dünya erməniliyin daxilində kifayət qədər ciddi problem var, həm də Ermənistan dövləti görün nə qədər zəifləyib ki, tak ki 10 milyon, 20 milyon dolar pul gələcək. Yəni də 12 milyon elan elədilər. İndi bu dəfə 12 milyon
$349.550 gərək ki, elan edirlər, səhv eləmirəmsə. Yəni, bu boyda puldan ötürü, o boyda Ermənistan rəhbərliyi belə oyunlardan çıxır. Mən o dəfə dedim sizə, yəni təsəvvürləyin, bunlar gör nə qədər nadürüst oğrudur, millətdən uğurlayıb, qayıdıb millətə bir köpü də pul vermək istəmirlər. Ermənistanda bir qeyri-hökumət təşkilatı var, həyat bəxş elə, padarijizm. Demək, hemofiliyalı uşaqların təşkilatıdır bu. O uşaqların problemləri ilə, xəstəlikləri ilə məşğul. Təşkilatın rəhbəri Prezident Sərkisyanın arvadıdır, Rita Sərkisyan. Təsəvvürləyin, Rita Sərkisyan getdi. Getdi deyəndə Rusiyanın Səhiyyar naziri Skvartsova, Veronika Skvartsova Yerevana gəlmişdi. Hökumət göndərdi, yəni Moskva hökuməti, Rusiya hökuməti göndərmişdi. Düşdü onun ələyağına, o arvadının ələyağına, Skvartsovanın ələyağına, Rita Sərkisyan, Sərkisyan yalvardı ki, sən bu padarijizm, həyat bəxş elə təşkilatına pul köçür, sponsorluq elə. Özlərinin pulu, yəni millətdən uğradığı pulu qayıdıb millətə vermək istəmirlər, ancaq millətdən dartmaqla məşğuldur. Yəni, həm də bu, onların şuurunda gedən çox eybəcər dəyişiklərin göstəricisidir.